Dolab qapaqlarını silirəm. Sildim. İndi bir dəfə də silib, üstündən təzədən silib düşəcəm. Yuxarıları demək olar ki, bitirmişəm. İndi bunu açmaq istəyirəm. Bunu açım çıxardım. Oranı da biraz söktüm. Çox çətindir sökmək, dəhşət. Heç Azərbaycandan aldığım bu dərəcədə çətin sökülməmişdi. Bilmirəm, onu şeyin üstündən vurmuşdum. Deyənə rahat soyuldu, nəzik, yapışqanın üstündən. Vinilində daha doğrusu üstündən vurduğum üçün rahat soyulmuşdu. Daha rahat olmuşdu da soymaq. Yoxsa yapışqanlığı mı o dərəcədə deyildi. Axır ki, dəhşət idi, dəhşət. Zibilimiz. Bu zibil qabı elə çox rahatdır. Sonra o barədə danışaram. İndi işimi bitirim. Kızlar, bu arada dünənləri mən bu dolabların hamısını sildim, bitirdim. Altları, üstləri hamısını sildim. Duxovkanın iç hissəsini, şüşəsini açıb silmək lazımdır. Orada ləkələr var, içərdən də amma. Sonra bu dolabı da, xaladenikın üstünü falan da hamısını sildim. İşim bitdi, qazın üstünü falan atmışdım, maşına yumuşdum. İndi yemək zat pişirmişəm. Belə mis gibi deyil də, yəni yaxından çəksəm də o deyil. Yəni yenə də təmizdir, amma baxmayın nə qədər olmazsa, bayaq pomidor yumurta elədim. Birazdan yola çıxacağıq. İndi izah eləyəcəm nə məsələdir. Buranı da dayana bilmədim, söktüm. Temudan sifariş vermişəm. Bunu bu cürə sevənlər də var, amma çox xahiş edirəm. Hər dəfə yazırlar ki, onun o görünüşü daha gözəldir. Bəs elə daha qəşəngdir. Mən o görüntüyə nifrət edirəm. Həqiqətən sözün əsl mənasında. Heç cürə bu mətbəx hissənin bu hissəsi ilə, yəni bu çaşqaya çay süzülən dekor, nə deyirlər buna, kafellərdən xoşum gəlmir. Heç cürə onu bəyənə bilmirəm də mən. Nəysə ki, belə onu yapışdıracağım təzəsi gələndə. Hələ ki gəlib çıxmayıbdı. Nəysə ki, bura belədir. Rakinada tava falan var. Fikir verməyin. Yığışdırmamışam. Tələsirəm. Özüm hazırlaşandan sonra gəlib onları da yuyub yığışdıracağım. Evi falan toplamışam biraz. Amma tam da toplamamışam. Çünki tələsirəm. Nə yalan deyim. Saat 10'da deyiblər çıxmalıyıq. Biz hələ hazır deyilik. Hər yerdə Nazlının corabları var. Bunları da yığışdırım. Mənim qızım alt paltarı ilə corab manyakıdır. Yəni hər gün 2-3 dəfə dəyişir hamısını. Gərək təmiz olsun. Bunun tayı hardadır? Yəqin yatağın altındadır. Nəysə tapıb çıxardaram. Artıq şeylər götürdüm. Bütün buçqanı mən belə ortaya qabağa çəkirəm. Nərgiz fırlananda yıxılmasın deyə. Elə bil ona ilişir, fırlananda yıxılmır. Sonra səhərlər təzədən çəkirəm yerinə. İndi çəkməyəcəm. Onsuz da çıxıb gedəcək. Yenə gələndə gecə gələcək. Yenə onu ora çəkməliyəm onsuz da. Ona görə elə belə qoyub gedirəm. Əsas odur ki, topladım. Nakam? Ay nakam. Yerdən su qabı götür. Buranı da yığışdırmışam. Gecə yatanda bu üstü dekorları çəkirəm mən. Ona görə hər dəfəsində qırışır pərdə. Eybi yoxdur. Ütü fenini çıxartmışam. Saçımı ütüləyəcəm. Paltar ütüləmişəm. Ütünü yığışdırmamışam. Nəysə ki, belə. Bu arada dünənlər mənim doğum günüm idi. Artıq mən 5 ildir ki, doğum günü qeyd eləmirəm. Keçən il xalam qızı dünyaya gəlmişdi 24 sentyabrda. Onu xəstəxanadan ayın 27-ci çıxartmışdıq. Doğum günü eləmədim. Ondan qabaqgil yenə eləmədim. Amma mamamgil, qardaşlarım falan gəlmişdilər, xalamgil. Yəni öz aramızda yenə gəldilər. Təbii ki, böyük süfrə açıb qeyd eləmədim, amma yenə tort gətirmişdilər, şam üflədilər uşaqlar falan. Belə yığışmışdıq. Bu ildə yenə ad gün eləməyəcəyimi bilə-bilə mamam, qardaşlarım, xalam və yaxınlarımız hamısı bizdə idilər. Bir dənə Leyla gələ bilmədi. O da hər dəfə nəsə bir xeyir iş olanda, nəsə bir şey olanda elə bil ki, tərslikdir. Uşaqlar xəstələnir, ya nəsə olur ki, gəlib çıxa bilmirlər onlar. Çox nadirən olur ki, üst-üstə düşməyə, onlar bizdə olarlar da o dərəcədə.
Nəysə ki, bu mənim çiçəklərimdir. Bunu mənə həyat yoldaşım alıbdı. Nədir, nə dizim? Baxın, nə qəşəngdir. Artıq biraz şey olublar, çiçəkləri. Bunu daha doğrusu Nazlı biraz yarpaqlarından qırıb, ona görə soluxubdu. Görürsüz, o birisilər səliqəlidir. Hə, Nazlı dayana bilmir axı. Dünənlərim həyatla bərabər bu gülün ləçəklərindən qopardıblar. Ona görə bəzi yerlərdə ləçəklərin kənarları yoxdur. Neynisən, Nərgiz? Bunu da qaqaşım alıbdı. Gülnarla Şahin. Sağ olsunlar. Bu il mənə hədiyyə alan olmayıbdı. Bir çiçəkdir, bir də pul veriblər mənə ki, özün nə istəyirsən alarsan. Əslində mən hədiyyəni daha çox sevirəm. Buradan da bildirmiş olum. Gələn səfər mənə hədiyyə alarsınız. Zarafat eləyirəm. Təbii ki, onların özlərinin gəlməkləri. Mən ad günü eləməsəm belə yanımda olmaqları hər şeydən önəmlidir. Dediyim kimi heç bir süfrə falan açmamışdım. Heç nə də bişirməmişdim. Planımızda var idi ki, axşam yoldaşım dedi ki, əziyyət çəkmə günə, bugün sənin ad günündür, bəs nəsə alıb yeyərik. Belə planlamışdıq ki, sushi falan zakaz eləyəcəyik, oturub yeyəcəyik. Elə oldu ki, yenə də zakaz elədik, sushi, pizza falan. Ailəmizlə bərabər yedik, durduq, yığışdırdıq. O da oldu mənə doğum günü. Əsas odur ki, ailəm yanımdaydı. Əsas odur ki, çiçəklərim var. Ən çox sevindiyim şeydir mənim bu həyatda çiçək almaq. Gül almağı çox sevirəm, həddindən artıq. Planlayıram ki, inşallah gələn il yayda həyatımız tamamilə bitmiş olsun. Dibçəklərə güllər əkəcəm. Ürəyim gedir ki, həyətdə gül çiçək olsun. Bizim həyatımızda əkmək üçün yer olmadığına görə dibçəklərə əkəcəm. Nəysə ki, çox danışıram. Videoda axıra kimi izah eləyə bilməmişəm sözümü. Çünki hazırlaşıb, yuyunub, duş alıb, təzədən saçımı zadıb fenləmişəm və yola düşmüşük rayona, Göyçaya tərəf. Göyçayda xalam qızı öz qızına doğum günü eləyirdi. 24-ü doğulub sentyabrın, amma həftə içinə düşdüyünə görə və hamı Bakıdan ora gedəcəyinə görə ayın 28-nə salmışdı. Biz də hazırlaşdıq. Gecə demək olar ki, yatmamışam. 2 saat yuxu yatmışdım. Sonra durdum. Yoldaşımı durğuzdum ki, o da yuyunsun eləsin. Sonra mən girim yuyunum. Ondan sonra da hazırlaşıb çıxaq. Nəysə ki, sözüm onda yox. Gecə yatmayıb bu dekoru hazırladım Adelinka üçün. Həm də videoya çəkdim. Sonra ad günündə paylamaq üçün kiçik hədiyyəlik konfetlər hazırladım. Niyə son günə saxlamışdım? Düzü, bəzi şeylər əlimdə yox idi. Bugün sabah alaram, düzəldərəm. Ən son günə kimi gəldi, çatdı. Başqa işlərimi görürəm. Mən rahat olur gecələr işləmək. Sifariş də götürəndə çalışıram gecələr uşaqlar yatandan sonra onu hazırlayım. Çünki əlimi ayağımı dolaşmırlar. Videolardan da görmüsünüz. Nərgiz bütün günü ayağımın dibindədir. Hara getsəm məndəndir, nə iş görsəm məndəndir. Ona görə onunla bərabər əl işi hazırlamaq mənim üçün çox çətin olur. Çünki istəyir, əlimdən alır, ağlayır. İstəyir ki, onu da verim. Verirəm, verdiyimə sonra peşman oluram. Vermirəm, ağlayır, məni peşman eləyir. Bir sözlə onunla bərabər iş görmək çətin olur mənə. Ona görə çalışıram ki, o yatandan sonra gecələr həll eləyim. Həm rahat olur, həm daha çox zövq alıram, həm video da çəkə bilirəm. Beləliklə işimi bitirirəm, sonra dekor hissəsinə keçirəm. Düzü konfetləri yapışdırmağa Nazlı səhər mənə kömək eləmişdi. Nərgizin yatdığı vaxtda bir çoxunu Nazlı yapışdırmışdı. Bəzilərini biraz əyri falan yapışdırmışdı. Onları qopardıb yenidən yapışdırıb düzəliş elədim. Artıq videodan da gördüyünüz kimi Göyçaydayıq, restoranın qabağındayıq. Görüşürük, salamlaşırıq və sonrasında içəri giririk. Bu videoda çox da doğum günündən paylaşım eləməyəcəm. Çünki istəyirəm ki, o videonu ayrıca paylaşım eləyim ki, baxmaq istəyən hər kəs rahat-rahat baxa bilsin. Çünki o kimin üçünsə maraqlı olmaya bilər mənim şəxsi həyatım, mənim evdəki işlərim falan. Amma Adelinkanın doğum gününə baxmaq istəyənlər çox ola bilər. Ona görə də onu ayrıca bir video halında paylaşacağım. Yarı yolda keçdim daha dərs mənə yox. Mən ki burada
Həyat yola qaçma. Hello. Bana bak. Adeoşu. Adelinka, Adelinka. Ne diyorsun? Ayrı da ağzından çıkma. Kukuş. Ali. Güzel kızı. Güzel gül bağımızın şaklına yapılır. Güzel tüm münasebetiyle bağımızın... Tutum elinden kalk. Ha, kalkabilirsenmiş. Oy, seçtim. Bugün için videom bura qədər idi. Ümid edirəm ki, bəyənərək izlədiniz. Sağ olun. Gələn videolarda, gələn vloglarda görüşərik inşallah.